orta əsrlərdə bir insan yaralanan kimi bərbərə gedirdi. Bu dediyim hal-hazırda biraz gülməli gələ bilər, ancaq o dövrlərdə insanlar deyək, əməliyyat üçün, bəzi tibbi proseslər üçün bərbərə gedirdilər. Yəni bu işləri bərbərlər görürdü. Və təbii ki, dediyimiz bərbərlərin tibbi müdaxilə etməsinin hekayəsi var, ancaq hal-hazırda mövzumuz bu deyil. Mövzumuz bu şəkildəki 90% insanın gördüyü bərbərlik rəmzi olan dirəkdir. Bu rəmzi dirəyin üzərində olan rənglər, yəni qırmızı, ağ, sonradan əlavə olunan göy. Qırmızı qanı təmsil edirdi, ağ isə sarğını təmsil edirdi. Göy isə sonradan Amerikada əlavə olunmuşdu və deyilənə görə də Amerikanın bayrağına yaxın bir rəng olduğu üçün göyü əlavə edib, elə deyə simvolizə ediblər bərbərlərdə. Yəni Amerikanlar Amerika bayrağını bənzətmək üçün göyü əlavə eləmişdilər deyə bir mənbələrdə deyilir, başqa mənbələrdə isə damarın rəngini təmsil etdiyi üçün əlavə olunub deyilir. Ancaq orta əsrlərdə üzərindəki rənglər qırmızı və ağ olub və günümüzə gəlib çıxan gördüyümüz an bərbər ağlımıza gələn bu simvolik dirək vaxtilə bərbərlərin də cərrahi müdaxilə etdiyinə görə hazırlanmışdı. Diş kəsimi kimi proseslər və s. də bunlar da deyilənə görə yer alıb bərbərlərdə orta əsrlərdə. Sizin də əgər əlavələriniz varsa, rəy bölməsinə qeyd eləyin, bizi izləməyə davam edin.